Kürdəmirdə 6 otaqlı 2 mərtəbəli ev yanaraq külə dönüb. Hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Zeynalov Raqib Məhərrəmoğluna məxsus ümumi sahəsi 380 kvadrat metr olan 2 mərtəbəli 6 otaqdan ibarət olan ev əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb. Ev yiyəsinin sözlərinə görə yanğın zamanı ona 100.000 manatdan çox maddi ziyan dəyib. Vallahi elə birdən xəbər düşdü ki, öy yanır. Öyün yiyəsi öydə yoxdur. Nə bilim, Bakıya işə getmişdi. Siz ev yiyəsinin nəyisiniz? Anası. Heç nə bilim, doktora gediblər, hara gediblər? Arvad evlatları olmur da, doktora gediblər. Nə bilim, işıqdan yanar da bala, qısa qapanma deyirlər. Nə yanıb evin içində, nə yanıb? Heç nə çıxardanmadı bala. Bax, görürsünüz da, yandı, kül oldu bala, hamısı. Getdi. Cehiz yad içində, 100.000'lik şey var idi bala. Mənə yardım edin, kömək edin, doyalım. Qışın günü qaldım yaman günə. Sizə kim xəbər verdi yanğını? Vallahi elə qonşular, istəyənlər zəng elədilər ki, öy yanır. Gəlib çatınca hamısı baxırıq. Kim assın özünü? Heç nə çıxarda bilmədik bala. Bir anda kül oldu. Bunlar da gəlib çatınca bu yarığı söndürənlər. Baxırsınız da özünüz görürsünüz. Vallahi hələ bilinmir. Təzə evdir. Evi 2 ildir evi hazır edib hər bir şeyi ilə. Səhər zəng gəldi ki, ev yanır. Gəlib heç nəyə çatamadı. Nə varsa içində hamısı yandı, kül oldu. 100.000'e yaxın evə xərc çəkmişdi. Hamısı kül oldu bir anın içində. Qurumlardan xahiş edirik. Bir gəlsinlər, araşdırsınlar. Nə varsa baxsınlar. Təzə evdə 2 ildir evlidir. Bizə bir köməklik eləsinlər. Qışın günü qaldı bir oldu. Özü də xəstədir. Bakıya müalicə gedib. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.